Ay millət, yürüyüşün tema var. Qəşəng yenə bir tema da bizim ölkə ümumiyyətlə bizim ölkə temadır da. Yəni biz bilirsiniz ki, bir gün temasız o keçmir də bizim, yəni darıxdırıcı olar da. Gəlin sizə bir şey göstərim. Sonra izah edəcəm nədir. Baxın. İllər öncə Florence Pardin Baku 2017-ci ildə cərimələr haqqında bir qısa metrajlı o şeyində, konsertində qısa metrajlı şəkildə xalqa çatdırır. Gəl. Cərimələr. Gəlin qulaq asaq. Beləliklə yeni cərimələr siyasi. Bu təklifə görə hamı cərimə olunacaq. Cəriməsiz adam qalmayacaq. Deməli ki, maşın sürən, sürməyən, yeriyən, oturan, uzanan, nəfəs alan, görən, eşidən cərimə olacaqlar. Başında altı olan, saqqalında altı olan, sinəsində altı olan. Bəli, orada olanda cərimə. Sonra kamera var. Kameranın belki şəhərdə, hətta binaların blokunda, mərtəbələrdə, bütün mənzillərdə quraşdırılacaqdır. Mənzillərdə niyə? Təsəvvür edin ki, etmək istəyir, sürət İndi demək parkda qızla gəzən belə, burada oşunda qısa şəkildə izah eləyirlər ki, cəmaatı, yəni askıran, osturan, hamı cərimə olunacaq. Biz buna zamanında baxdıq, güldük, çəkdik. Amma bu gün gəlin nə oldu dostlar? Gəlin bizim möhtəşəm hökumətimiz nə qərar qəbul edir? Siz gəlin bunu baxın görək, nədir bu? Baxın. Azərbaycan hökuməti dostlar yeni bir qərar qəbul edib. Metroda bu formada oturanlar cərimə olunacaq. Metro və avtobuslarda yayınaxıb oturan sərnişinlər cəzalanacaq. İnzibati xətalar məcəlləsinə bu hərəkətlər xırda xulqanlıq kimi keçəcək. Cərimə və ya həbs nəzərdə tutulur. Həbs müddəti 15 günə qədər. Bax bu formada. bu Bəhramın dediyi sözlər yadıma düşdü. O deyir, askıran, osturan, oturan. Sənə temadır, bilmirəm, nə danışasın, nə qarək. İlham Əliyev konkret şəkildə cəmaatın cibinə girmək üçün, bu belə tutum da kameranı, yaxşı gömrüm. İlham Əliyev cəmaatın cibinə girmək üçün, dostlar, demək, bilmir də nə variant tapsın da, konkret şəkildə insanların cibinə girib, onları soymaq üçün hər türlü variantlara atılır. Amma bir dənə danışan yoxdur ki, baxın, yəqin şahid olmuşsunuz da, bu, gedirsiniz şotçikə 10 manatlıq qaz vursunuz, baxırsınız ki, bu 5 manat olur. Bu bank kartlarınızdan, xüsusən bu Kapital Bankdan, qardaş görürsünüz ki, hər gün 1 manat yoxa çıxır, 1 manat yoxa çıxır. Bu haqda araşdırma aparan yoxdur, yəni özləri uğrayır da, nə? Amma insanların cibini şaka İlham Əliyev yiyib dağıdı baxı, ölkəni, konkret ölkə büdcəsində neftdən, qazdan pul qalmayıb, hamısını yığıb xaricə daşıyıblar. İsveçrədə təkcə İlham Əliyevin 136 milyard pulu var. Dubayından tutmuş İngiltərəsinə qədər, Türkiyəsinə qədər hər yerdə bunların mülkləri var. İndi bu xəzinəni, Kral İlham xəzinəni boşaldı, bir doldurma lazımdır. Birazdan sizin götünüzə də şotçuk qoşacaqlar ki, bu adam nə qədər sıçır. Əgər çox sıçırsa, demək bu çox yiyir. Bu çox yeməyi də bu hardan alır? Demək bunun çox pulu var. Buna yükləmək lazımdır. Siz gülün. Birazdan bilirsiniz nə olacaq? O Şimali Koreyada dostlar. Şimali Koreya artıq ona doğru gedir ya biz. Şimali Koreyada məsələn bəzi qanunlar var. Müəyyən saç şeyləri var, tərzləri var. O saç tərzlərindən başqa sən saç qırdıra bilmərsən. Xüsusi geyimlər var. O geyimlərdən başqa sən geyim alıb geyinə bilmərsən. Gecə səhərə qədər elə onların ASTV-si də. Onu ASTV-ni sən televizor söndürə bilmərsən. Səhərə qədər o işləməlidir. Yəni bu tipli şeylər var. Bizdə də artıq yavaş-yavaş mən baxıram ki, ona doğru gedir. İlham Əliyev, gəlirəm sənə. Arvadın qəhibə mehribanı ağzına soxum İlham Əliyev.
Ay götünü qumarda uduzmuş İlham Əliyev. Ölümün ruhunu sikim səni İlham Əliyev. Anan Zərifənin coruna soxum. Atan Eydənin coruna soxum. İlham Əliyev. Nədir? Yemisən, dağıtmısan, indi büdcədə pul yoxdur. Hə? Büdcədə pul yoxdur da sən. Cəmaatın bu şəkildə cibinə. Cıcdırlar ki, qandon belə. Bəlkə biri işdən gəlib yorğundur. Bəlkə birinin dərdi var, problemi var. Özündən asılı olmayaraq belə yaylanıbdır. Eşşək kimi səhərdən axşama qədər bu qara cəmaat işləyir. Yorğundur da istər-istəməz hal taqətdən düşübdür. Neynəməlidir? Hə? Cicdillah bilə siminlə durmalıdır. Ərnanın ağarvadına soxum sənin. Sənin ölümün ruhuna soxum İlham Əliyev sən. Bu nə qanunlardır cəmaatın cibinə girmək üçün, hə? Sənə kişi deyənlərin ağzına soxum. Sənə Ali Başkomandan deyənlərin evindəkinə soxum. Körpəsinə soxum. İlham Əliyev, sənin o dəli qızlarımın ağzına verim. Narkoman qızlarımın ağzına. Qəhbə mehribanın bax tutum ağzına verim mən. Bəsdir də belə cəmaatı belə cibinə girdin də. Bırax bu qara cəmaat qara günlərini yaşasın da. Nədir bilər? Gündə bir qanun çıxartsan. Şotçiklərdən uğrayırsan, bank kartlarından uğrayırsan, cərmələr üstünə cərmələr, cərmələr üstünə cərmələr. Sənin, mənim cərməmi gözlə, hakimiyyət dəyişəndə İlham Əliyev. Mənim cərməm. Sənin gözün qabanda arvadının qızın. Elə cərmələyəcəm ki, ağzına verib üstünə qutaracam axırda. Göt oğlu göt. Kim sənin ölümün ruhunu?